Torikin, Ergizin TV proqramları və bilirsiniz, mən sizə bir dənə söz deyim. Düzgün danışmaq lazımdır da. Yəni Ergizin verişi bayatı veriş deyil. Ergizin verişi yumor verişidir. Yumor sosial verişidir. Yəni Ergizin verişi formatı budur. İndiki dövrün formatıdır da. Yəni o vaxtın dövrün, məsələn, diktor otururdu belə, xəbərləri deyirdi. İndi diktor xəbərləri ayaq üstə deyir. Fərq budur. Əvvəl, məsələn, xəbərləri axşam saat 8-də biz xəbərlərə baxırdıq. Bir dənə qadın otururdu, bir dənə kişi otururdu. Qadınla kişi xəbərlər aparırdı. Amma indi xəbərləri, məsələn, görürsən ki, qadın da aparır, kişi də aparır, ayrı-ayrı. Yəni belə, o vaxtın format başqadır, bugünkü tələbkar başqadır. O vaxt məsələn dövlət kanalları var idi, indi özəl kanalları vardı. Özəl kanalları da kim nə istəyir, onu eləyir, sensuradan uzaq. Yəni bəzi şeylər var ki, onu eləmək olmaz. Qaldı ki, Ergizin verişinə, mən Ergizin verişində indiyə qədər, mən özüm də baxıram o verişə, Ergizin verişinə. Oruç söz eşitməmişəm. Hə, orada tənqidlər olub, orada məsələn bir-birlərindən atmacalar olub, belə şeylər olub. Amma bu akkubatlar çox biabırçılıq idi də. Mən deyim sizə ki, çox biabırçılıq idi. Şükür Allaha ki, hər şey öz yerini tutur. Bu belə olmalı idi. Canım, söhbət Torikin verişindən getmir. Məsələn, mən bir kanal var, çünki o kanal hər yerdə tutmur. O kanalda məsələn çox biabırçılıq idi ki, bir dənə meyxanaçı veriş aparır. Və verişi bir TikTokerlə tanışır və TikToker demək olar ki, öz arzusunu deyir. Deyir ki, mənim arzum odur ki, mən öləndə məni fəxri xiyabanda başlasınlar. Yəni biabırçılıq budur da. Bundan böyük biabırçılıq bütün Torik. Mən Torikin adını çəkdim. Siz məcbur elədiniz ki, mən indi o meyxanaçıdan danışım, Rüfətdən. Yəni Rüfət pis oğlan deyil, yaxşı oğlandır, amma aparıcı verişi açmaq üçün, məsələn, mütləq onun üzərində işləmək lazımdır. Onun, nə bilim, qonaqları gələndə bilməlisən kimi buraxmaq lazımdır, kimi buraxmaq lazım deyil. Kökəlməmişəm, yox. Yox, niyə kökəlirim ki? Siz məni təhqir edirsiniz də, adımıza kəsfiyyat qoymuşsunuz da. Mən niyə təhqir edirsən? Üzdən kökəlmişəm. Yox, mənim şeydir, belə görsənir. Kökəlməmişim canım. Həm də yaş özünü göstərir axı. Ay canım, attım.
Çox sağ ol Patimişka, canım mənim, ürəyim mənim. Gözümün işığı, gözümün qarası, həyatımın mənası. Oruç tutursuz, yox, mən oruç tutmuram canım. Mən bütün oruç tutanlara demək istəyirəm ki, tutun, Allah qəbul eləsin, orucluq sağlamlıqdır. Orucluq, mən bilən orucluq Quranda yoxdur. Kim yəni orucu fikirləşibcə, düz eləyib fikirləşib, amma yəni mən tutmuram oruç, düşünürəm ki, mən tutsam daha da özümü ziyana salaram. Amma oruç tutmaq kimin üçün yaxşıdır? Acgözlər üçün, görməmişlər üçün. Yəni onlar üçün yaxşıdır. Yəni biraz içkini də atarlar, biraz nəfslərini də biraz saxlayarlar. Oruç tutmaq onlar üçün yaxşıdır, faydalıdır, həm də sağlamlığına görə yaxşıdır. Amma mən tutmuram, çünki mən onsuz da yeməyimi də bilirəm, içməyimi də bilirəm, başqa işlərlə də məşğul deyirəm. Ona görə də mən düşünürəm ki, oruç tutmaq mənim üçün artıqdır. Yəni amma tutanlara Allah qəbul eləsin, Allah onların oruclarını qəbul eləsin ki, imana gəliblər və düşünürlər ki, oruç tutmaq lazımdır. Namaz da qırmaq lazımdır, oruç da tutmaq lazımdır. Amma mən fikirləşirəm ki, mənə hələ ehtiyac yoxdur. Əgər mənə ehtiyac olsa, əgər görsəm ki, mənə nəsə lazımdır onu eləmək, mən onu eləyərəm. Hələ ki eləmirəm, çünki düşünürəm ki, hələ ki mənə lazım deyil. Quranda oruç tutmaq var. Quranın hansı səhifəsində var? Mənə deyin, zəhmət olmasa, mən onu oxuyum. Mən bilim. Mən bilən Quranda oruç tutmaq yoxdur. Mən bilən yoxdur. Çünki mən o araşdırmışam. Sübhanallah var, əlbəttə ki var. Əgər kimin evində Quran-ı Kərim varsa, zəhmət olmasa, ki baxın, görün, orada oruç tutmaq var, orada yoxsa yoxdur. Yoxdur, yox. Mən çox ehtiyatlı adamam. Mənim kimi Allahdan qorxan ikinci adam yoxdur. Mən Allahın məsləhət bildiyi şeylərə həmişə qulaq asıram, canım mənim. Bəli, səfa üçün var. İldə bir dəfə insan özünü, orqanizmasını praktika eləməlidir. İnsan mütləq orqanizmasını təmizləməlidir. Mən məsələn, ildə 2 dəfə gedirəm, bütün mədəmi yuyuram. Bütün bağırsaqlarımı hamısını yuyuram. Sonra iynələr vururam, o iynələr yoxub, nə deyirlər buna? Qanımı təmizləyirəm.
hicama eləyirəm. O da mart ayında eləyirəm də həmişə. Bir də oktyabr ayında. 2 dəfə eləyirəm. Özüm də çox qədər rahat hiss eləyirəm. Baxın ki, bir il mart ayı gəlməlidir. Görürəm ki, rəngim də biraz başqa rəngdir. Ona görə mütləq gedib həm bütün bağırsaqlar, hər yerimi yumalıyam, bağırsaqlarımı. Həstəxana var. Neftçilər həstəxanası, orada yuyurlar. Orada yuyuram. Ondan sonra hicamə eləyirəm. Hicama hacı eləyirəm. Mənim həkimim var. Səmaya xanım. O eləyir mən. İllərlə ki, o eləyir mənim. Özümü o qədər özümü yaxşı hiss edirəm. O hicamadan sonra, o mədə yuyulmaqdan sonra o qədər yaxşı olur ki, sizə də məsləhət görürəm ki, belə şeyləri eləyin. Təmizlik yaxşı şeydir, ay canım mənim. Üzdə təmizlikdən əlavə işdən də təmizlik olsun gərək. Dediyim prosesurlar baxır da onu şeylərdən öyrənin. Həstəxanalar var da, Meşrə həstəxanasında da var, bəzi klinikalarda da var. Gedirsiniz, orada yuyurlar. Onlar baha deyil. Onlar baha deyil. Hicamanın da qiymətləri baha deyil. Hicama ağrılıdır. Ağrıb mı? Yox. Evdə həstələnəndə banka qoymurlar. Banka qoyurlar da, elə deyilmi? Hicama da odur da, elə banka qoymaq kimidir də. Sadəcə bankanı qoyanda lejvandan kəsmirlər. Amma hicamada bir balaca qan çıxmalıdır.